mən sözü bayaq dediyim tarixi şəxsiyyətlərdən birinə vermək istəyirəm. Bu yaşıl ağacın üstü Allahın, bu yaşıl ağacın altı bizimdir deyən, poetik ləhcəmizin qoruyucusu, etnik sözümüzün, sazımızın bilicisi, ruh şairi, mif şairi, sözün əsl mənasında, həqiqi mənasında xalq şairi, dövlət mükafatı laureatı və şöhrət ordeni Zəlimxan Yaqub. Buyurun. Azərbaycan Aşıqlar Birliyinin sədri. Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xanıman qurdum deyən, dahi Ulu Xaqanidən bugünə qədər qoca Şirvan Azərbaycan mədəniyyətinə, dünya mədəniyyətinə, qoca Şirvana çox böyük dahilər bəxş edib ki, onların hər birindən bütün nəsillər fəxr edir. Və bugünkü bu məclis Mahmud ağaların qurduğu məclislərin davamıdır. Biz təsadüfi deyil ki, Aşıqlar Birliyi olaraq fəaliyyətə başlayanda Aşıq şeirinin dədələrindən biri olan Aşıq Bilal'la başladıq. Çuxur yurtdan başladıq ki, çoxunuz o tədbirin iştirakçısı olursunuz. Və Aşıq Bilal'ın adı həmişə çəkiləndə, Aşıq Şakirin adı çəkiləndə, Məhəmməd ağanın adı çəkisi yoxdular. Amma bunlar dahilərdir, seçilmişlərdir, böyüklərdir, səsləri ulu, özləri ulu, sözləri olan böyük sənətkarlardır. Bunların hamısından biz fəxr edirik. Azərbaycan ziyallığı, Azərbaycan mədəniyyətinə, Azərbaycan ədəbiyyatına, Azərbaycan kitabına şöhrət gətirən bu böyük sənətkarlarımızla fəxr edir. Və bugünkü bu məclisə Bakıdan görün kimlər gəlib, nə qədər böyük ziyallar gəlib, Azərbaycanın sahibsi oğulları gəlib. Böyük ziyallarımızın hamısı Şamaxının ışığına, qoca Şirvanın ışığına, dahilərin ışığına gəlib. Və bugün sazımızın, sözümüzün bayramıdır. Bugün ruhumuzun bayramıdır. Bugün mədəniyyətimizin, kitabımızın bayramıdır. Bugün Aşıq Ağamuradın yubileyi 50 yaşı təkcə Şamaxının yox, Azərbaycanın yox. Türk dünyasında nə qədər bizim olan, bizdən olan, bizlərlə olan insanlar var. Onların hamısının bayramıdır. Ağamuradla bağlı niyə gəlib Bakıdan bu qədər ziyarlar? Bu yerli Şamaxılları, Şirvanları başa düşürük. Amma Bakıdan gələn bu qədər saz seçmə ziyarları bura gətirən nədir? Ağamuradın insanlığı, mədəniyyəti, səhnə mədəniyyəti, aşıqlığı, şairliyi yüksək səviyyədə biz ondan mədəniyyət gördük. Bu Şirvan aşıqlarla bağlı Seyfəddin müəllim, bizim hörmətli alimimiz, sizin torpağın yetirməsi dünən yoxsa rahan bir məclisidik. O da bəni təsdiq eləyər ki, bu qədər bu məclisin gözəl olmağı, insanların bu qədər ürəklə iştirak eləməyi, Ağamuradın aşıqlığından daha çox insanlığınla bağlıdır. Özündən əvvəlki nəslin nümayəndələrini yaşatmağınla bağlıdır. Mən Aşıq Muradı öpürəm, bağrıma basıram. Aşıq Murad bizim əzimizdir. Onun başçılığıyla Şirvan aşıqlarının bir tədbiri olanda Azərbaycanın harasında uğurlu olsun, Bakıda olsun, Şamaxıda olsun, biz bayram eləyirik. Çünki səhnə mədəniyyəti yüksəkdir, insanlığı yüksəkdir. Hansından nəyə xəbər alırım, o bir ondan da yaxşı söz veriyorlar haqqında. Hamısı bir-birindən bağlı yüksək fikirlər söylürlər. Ağamurad mənim gözümün ışığıdır. Mən onu çox istəyirəm. Çünki təkcə özündən əvvəl yaranan ədəbi nümunələri yox, özündən sonra yaranan nümunələri də çox yüksək səviyyədə sənətkarlıqla xalqa çatdırır, millətə çatdırır. Əzim Ağamurad, sənlə bağlı mənim bir dünya sözüm var. Amma bizim əziz ziyalılarımız var. Onlar çıxış edir.
çoxalmıram, amma deyirəm, Allah səni Şamaxıya, Şirvana, Azərbaycana, Türk dünyasına, insanlığa, mədəniyyətimizə çox görməsin, 50 yaşın mübarək olsun. Aşıqlar Birliyi adından. Çox sağ olun Zəlimxan müəllim.